qayıdırlar özlərinin dilinin ensiklopediya. Deyir ki, biz ancaq onların, yəni o vaxtdakı insanlar kimi başa düşə bilərik. O vaxtın, belə deyim, ensiklopediyasına qayıdır. Hədisi qəbul eləmir, ancaq ensiklopediyaya qayıdır. Buna münasibətiniz necə? Təbii ki, bəzən elə şeylər olur ki, onu izah eləməyə ehtiyac yoxdur. Yəni, aydındır. Yəni, ensiklopediyaya qayıdırsan, sünniyə yox. Rafizilər, onlar sahabələri vurmaq üçün sünnəni inkar edilər. Sahabələrin aradan gedməsi üçün sünnəni vurmaq lazımdır. Çünki sən Əbu Hureyranı vurmalısan ki, aydındır, hədisləri də vurasan. Və Əbu Hureyradan gələn hədisləri vurmalısan ki, Əbu Hureyranı vurasan. Sən kitablarında tapa bilərsən ki, onların İmam Buxarinin, Muslimin, İmam Malikin rəvayət etdiyi hədisləri rəvayət ediblər, raviləri yazmadan. Bilirsiniz niyə? Çünki raviləri açsan, aydındır, raviləri açsan, əhl-i sünnənin gətirdiyi sənət çıxır ortalığa. Yəni, raviləri götürüb, sünnəni atıb, nədə orada axırda Əbu Hureyra çıxacaq ona görə. Amma məsəl üçün, nəfsinə uyğun gəlsə, Əbu Hureyradan rəvayət edəcək. Əbu Hureyradan rəvayətin yazacaq. Və yaxud da başqa firqələr. Nə uyğun gəlir, götürürlər, nə uyğun gəlmir, götürmürlər. Aydındır, bu onların halıdır. Nəinki onu, lüğətə dönürlər. Ərəb dilinə deyil, birinci ərəb dilini bilmir. İkinci də ki, ərəb dilinə necə dönürsən? Məsələn, necə dönürsən? Məsələn, ayələr var, bayaq zikr elədik. Necə dönürsən, necə tapırsan onu? Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətini istəmirsən, dönürsən lüğətə. Necə, məsəl üçün, lüğətdə fə'təzilun nisə, qadınlardan uzaqlaşın. Hansı ensiklopediyada bu tapacaqsan olsan? Ki, o nə deməkdir və nə vaxtı təmizlənir, necə. Və sən necə biləcəksən ki, Allah Teala Quran-ı Kərimdə buyurur ki, Allah o qadının səsini eşitdi ki, gəldi sənə yoldaşından şikayət elədi. Kim idi o qadın? Nə şikayət eləmişdi? Aydındır. Allah deyir ki, İnnehu fəkkərə və qaddar. O düşündü və imanın gedişdirdi. İman eləmədi. O kim idi? Fəqutilə keyfə qaddar. Ölsün onu. Necə gedişdirdi imanı? Sonra ayədə deyir ki, sən uslihi səqar. Biz onu oda atacağıq. Kimdir o? Ver Qurandan kimdir o? Deyirsən ki, o Valid ibn Muğiradır. Yox, sünnədə gəlib o. Aydındır. Peyğəmbər sallallahu aleyhi və səlləmə ayə nazil oldu. Namaz qıl. Əqim salə. Namaz qıl. Necə namaz qıl? Təbii ki, tətbiq oldu da burada. Tətbiq oldu. Tətbiq elədi bunu. Necə tətbiq elədi? Məsələn.